Bir neçə gün əvvəl Bakıda 17 nömrəli avtobusda ödəniş aparatında nasazlığın olması müzakirələrə yol açıb. Hadisənin ardınca bir sıra məsələlər gündəmə gəlib. Onlardan biri də nəqd ödənişlərlə bağlıdır. Belə ki, sözü gedən durum elektron xidmətlərin etibarlılığı ilə bağlı suallar yaradıb. Avtobuslarda nəqd ödəniş dövrü geri qayıtmalıdırmı? Demokratas xəbər verir ki, Qlobal Info AZA danışan nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə nəqdsiz ödəniş sistemi Azərbaycanda ilk dəfə 2006-cı ildə metroda tətbiq olunub. 2015-ci ildən etibarən Bakı kart vasitəsilə metro və avtobuslarda vahid inteqrasiya olunmuş ödəniş sistemi yaradılıb. Sonrakı illərdə isə qırı biletlə gediş haqqı vermək imkanı əlavə edilib. Gələcəkdə bu sistemin bank kartları ilə tam inteqrasiyası və digər ödəniş üsullarına keçidin asanlaşdırılması məqsədə uyğundur. Ödəniş üsullarının müxtəlifliyi riskləri azaldır və hər hansı texniki problem yarandıqda alternativlərdən istifadəni mümkün edir. Ekspert qeyd edib ki, ictimai nəqliyyatda brutto müqavilələrin tətbiqi vacibdir. Bu model hər kilometrə subsidiya ayrılmasını təmin edir və nəticədə bir nəqliyyat növündən digərinə pulsuz keçid, güzəştli bilet paketləri, eləcə də gündəlik, həftəlik, aylıq, yarımillik və illik abunə biletlərinin tətbiqi üçün şərait yaradır. Artıq Azərbaycanda bu sahədə ilk addım Gəncədə atılıb. Belə ki, 16 sentyabrdan etibarən ikinci böyük şəhərimizdə CityCard ödəniş kartını əldə etmək mümkündür. Bununla da istifadəçilər balansı onlayn artıra, qırı kodla ödəniş edə bilərlər. Beləliklə, Gəncə vahid və müxtəlif ödəniş paketlərinin tətbiq olunduğu ilk şəhərimiz olub. Bu təcrübənin Bakı və digər şəhərlərdə də genişləndirilməsi zəruridir.